Qaxitidə Şenako-Diklo istiqamətində avtomobil hərəkəti tam bərpa olunub. Aparılan bərpa işləri nəticəsində Şenako və Diklo eləcə də Omalo ilə Bartı birləşdirən körpü yenidən istifadəyə verilib. Yerli sakinlər və turistlər artıq təhlükəsiz şəkildə maneəsiz hərəkət edə bilərlər. Xatırladaq ki, 2 gün əvvəl yağan güclü yağış və qarın intensiv əriməsi nəticəsində çaylarda suyun səviyyəsi kritik həddə çatmışdı. Nəticədə Şenako avtomobil körpüsünün giriş hissəsində su axını dayaq hissəsini tam yuyaraq yolun çökməsinə səbəb olmuşdu. Lentexi bələdiyyəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri səhər saatlarından etibarən yenidən aktiv şəkildə davam etdirilir. Ərazidə ağır texnika işləri, mərkəzi avtomobil yolu və ətraf sahələr təmizlənir. Hazırda xarici aləmlə əlaqəsi kəsilmiş heç bir kənd qalmayıb. Sağdari kəndi yaxınlığında müvəqqəti alternativ yol salınıb və bu sakinlərin hərəkətinə imkan yaradıb. Bugün geoloqlar fəlakət bölgəsində araşdırmalar aparacaq və vəziyyəti qiymətləndirəcək. Eyni zamanda Sağdari kəndi yaxınlığında zədələnmiş körpünün bərpası davam edəcək. Tel-Avivdə sel axınının qarşısını alan bəndlərin təmizlənməsi işləri aktiv şəkildə davam edir. Tel-Aviv Sxevi çayı üzərində yerləşən hər 3 bənddə aparılan işlərlə Qaxiti bölgəsində dövlət nümayəndəsi və parlamentin deputatı yerində tanış olublar. Xatırladaq ki, iyulun 12-sində Tel-Avivdə baş vermiş təbii fəlakət nəticəsində sel sularını qəbul edən qurğu, ağac qalıqları və digər tullantılar səbəbindən ciddi zədələnmişdi. Tel-Aviv rayon məhkəməsində bugün Georgi Çiğladze barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası keçilib. Təqsirləndirilən şəxs 5.000 lari məbləğində girov qarşılığında məhkəmə zalından azad edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Qaxitidə yerləşən otellərdən birində toy zamanı insident baş vermişdi. Georgi Çiğladze bir qadına şillə vurduğu üçün saxlanılmışdı. Şahidlərin sözlərinə görə xarici ölkə vətəndaşları otel otağının eyvanından toy iştirakçılarını təhqir edib və musiqi avadanlığına su töküblər. Bundan sonra təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olan qadına fiziki xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi sağlamlığa qəsdən yüngül xəsarət yetirmə maddəsi ilə istintaq aparılır. Bu əmələ görə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İclasdan əvvəl prokuror bildirib ki, istintaq bütün istiqamətlər üzrə davam edir və əgər qadınların hərəkətlərində də cinayət tərkibi müəyyən edilərsə, qanuna uyğun tədbirlər görüləcək. ABŞ-ın İrana qarşı hərbi əməliyyatları artıq 10-cu gecədir davam edir. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ötən gecə İrana qarşı yeni zərbələr endirilib. ABŞ qüvvələri İranın hərbi komandanlıq mərkəzlərini, dəniz qüvvələrini, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini, eləcə də hava hücumundan müdafiə sistemlərini hədəfə alıb. Komandanlığın açıqlamasına görə əməliyyatın məqsədi İranın hərbi imkanlarını zəiflətmək olub. Pentagonun məlumatına əsasən son 2 həftə ərzində Yaxın Şərqdə İranla müharibə zamanı təxminən 100 Amerikalı hərbçi yaralanıb. İran parlamentinin sədri bəyan edib ki, Tehran ABŞ-ın oyununa gəlməyəcək. Onun sözlərinə görə İran Vaşinqtonun taktikasını yaxşı mənimsəyib və bu sahədə yeni mərhələyə qədəm qoyub. Bundan başqa İran İnqilabi Keşikçiləri Korpusu Fars körfəzində yerləşən ABŞ bazalarına edilən hücumlara görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə bildirib ki, İran zərurət yarandıqda həm diplomatik, həm də müdafiə vasitələrindən istifadə etməyə hazırdır. ABŞ prezidenti Donald Trump bildirib ki, bundan sonra Amerikalı hərbiçilərin ölümü İrana daha ağır bədəllə başa gələcək. Ağ Ev rəhbərinin sözlərinə görə bununla bağlı müvafiq göstəriş artıq verilib. Trump bu açıqlamanı İranın Yordaniyada yerləşən ABŞ hərbi hava qüvvələrinin bazasına hücumu nəticəsində 2 Amerikalı hərbçinin həlak olmasından sonra verib. Məlumata görə Donald Trump onların nəşinin ölkəyə gətirilməsi mərasimində iştirak edəcək. Birləşmiş Krallığın yeni baş naziri Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Berlin Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsinə Ed Milibendi təyin edib. Yeni hökumətdə Maliyyə Naziri postunu keçmiş Müdafiə Naziri John Hill tutacaq. Şabana Mahmud isə yenidən Daxili İşlər Naziri seçilib. Keçmiş Nəqliyyat Naziri Louisa Hay də hökumətin ali komandasına qayıdaraq birinci dövlət katibi və kansler vəzifələrini icra edəcək.
ABŞ Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel oktyabr ayında Rusiyaya səfər etməyi planlaşdırır. Politikonun məlumatına görə səfər 14-15 oktyabr tarixlərində baş tuta bilər. Patelin əvvəlcə Moskva, daha sonra isə Sankt-Peterburq şəhərlərinə getməsi gözlənilir. Onun Rusiya Təhlükəsizlik Xidmətində qəbul olunacağı bildirilir, lakin Vladimir Putinlə görüşüb-görüşməyəcəyi hələ məlum deyil. FBI səfərlə bağlı sualları cavablandırmayıb. Politiko qeyd edib ki, FBI rəhbərinin Rusiyaya son səfəri 2013-cü ildə Robert Müller dövründə baş tutub. Bugündən etibarən Ədliyyə evi və Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının birgə layihəsi çərçivəsində Gürcüstan Meliorasiyası MMC-nin 3 yeni xidməti Ədliyyə evinin bütün filiallarında əlçatan olub. Yeni xidmətlər vətəndaşlara yeni suvarma qrafikanın təsdiqi, mövcud qrafikin dəyişdirilməsi və ya ləğvi üçün müraciət etmək imkanı yaradır. Xidmətlərdən həm fiziki, həm də hüquqi şəxslər istifadə edə bilərlər. Bundan həm torpaq sahələrinin mülkiyyətçiləri, həm də müvəqqəti istifadəçilər yararlana bilərlər. Xidmətdən istifadə etmək üçün şəxs Gürcüstan Meliorasiyası MMC-də müştəri kimi qeydiyyatdan keçməli və unikal nömrəyə malik olmalıdır. Yeni xidmətlərin tətbiqi ilə şirkətin xidmətlərinin Ədliyyə evinə inteqrasiyası prosesi tam başa çatıb.